Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər və izləyicilər. Mən Xanlar Mediyanın təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan CBC-FM Azərbaycan yazmaqla. Rusiya Xarici İşlər Nazirliyinin, ondan öncə Rusiya prezidentinin köməkçisinin və digər istər diplomatların, siyasətçilərin çox qəribə bir açıqlamaları olur. O Azərbaycanın uğurlarını belə deyək, gözləri götürmür və Qafqazda sülh və sabitliyi bu açıqlamalardan irəli gələrək təbii ki, bu cür şərh eləmək olar ki, sabitliyə qarşı atılan hansısa bir formada addımları olur. Rusiya Xarici İşlər Nazirliyi hətta dünən belə bir açıqlama yayıb ki, ümid edirik ki, Bakı və İrəvanda NATO ilə əməkdaşlığın dərinləşdirilməsinin riskləri tam şəkildə qiymətləndirilir. Yəni hansısa bir formada burada hədədə mesajlarını alırıq. Elə bu istiqamətdə ən birinci Qarabağla bağlı olan bir mesajı var idi prezidentin, Putinin köməkçisinin. Bundan başladı, daha sonra isə artıq genişləndi bu bəyanatlar, açıqlamalar, atmacalar. Elə bu istiqamətdə siyasətçi Araz Xanla danışacağıq. Hər vaxtınız xeyir Araz. Hər vaxtınız xeyir olsun. Nə istəyir Rusiya? Rusiya, belə demək mümkündürsə, bütün imperialist güclər eyni şey istəyir həmişə. Yəni öz əlindəkiləri itirməmək. Yəni uzun illər Cənubi Qafqaz Rusiyanın təsir dairəsi olub. İndi bir müddət SSR-in tərcüməsində bir yerdə olmuş, çox sonra müstəqillik dövründən sonra da öz təsir dairəsi hesab edir bu MDB-ni. Əvvəlcə danışaq Medinskinin açıqlamasından. Deyir ki, Qarabağ mübahisəli ərazi, yəni belə adlandırır. Yəni Medinski yəqin o qədər də Qarabağla bağlı anlayışı yoxdur və yaxud da bu keçmiş münaqişənin tarixi ilə bağlı anlayışı yoxdur. Qarabağ heç vaxt mübahisəli ərazi olmayıb. Hansısa bir orada hüquqi mübahisə olmayıb. Kimsə iddia eləyib, amma bunun hüquqi cəhətdən mübahisəsi mümkün deyil. Çünki Qarabağ tarixən Azərbaycan torpağı olub, qanuni hüquqi müstəvidə Azərbaycan torpağı olub, amma müəyyən dövrdə bu işğal altında qalıb. Bu onu mübahisəli ərazi deməyə imkan vermir. Yəqin ki, burada Rusiyada səsləndirilən fikirlər adətən təsadüfi olmur. İstər ekspertlər səviyyəsində olsun, istər hansısa millət vəkilləri onların deputatları səviyyəsində, istərsə də hansısa bir digər rəsmi şəxslər, diplomatlar səviyyəsində olsun. Bu hansısa mərkəzlərdən verilmiş siqnallar olur. Yəqin ki, Rusiyada Azərbaycanın Qarabağ azad eləməsindən, Qarabağı artıq onların dilində desək də, öz dillərindən desək, dırnaqarası o mübahisəli statusunu götürməsində narahat olan qüvvələr var və biz necə ki əvvəllər deyirdik ki, bu ərazi mübahisəli deyil, indi də bunu müharibə şəraitində sübut elədi. Müharibədə sonra Ermənistan özü dedi ki, bu Azərbaycan torpaqlarıdır, amma Rusiya hələ də bunu tam olaraq deyə bilmir deyəsən. Amma düzələcək yəqin. Düzəlib, bunu sadəcə bunu kimlərsə qəbul edir, sadəcə kimlərsə qəbul eləyə bilmir. Amma dövlət səviyyəsində qəbul olunur. Çünki Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onu demək istədim bayaq ki, Rusiyada müəyyən mərkəzlər var. Yəni ki, o deyir Kremlin o güllələri çoxdur. Hər gülləsindən də bir səs gəlir. Yəni o barədə bu səsləndirən fikirlər bir güllədən verilmiş, tam mərkəzdən verilmiş qərar əsas kimi. qüvvədən verilən Bəli, əsas qüvvənin mövqeyi bəllidir. Digər tərəfdən Xarici İşlər Nazirliyinin açıqlamaları var. Onlar da hardasa fikrimin əvvəlində dediyim sözə qayıdıram ki, imperialist güclər heç vaxt bu Rusiya ola bilər, bu Amerika Birləşmiş Ştatları ola bilər, yəni imperiya gücüsənsə bu Fransa ola bilər. Onlar heç vaxt nəzarətdə saxlamaq istədikləri ərazilərdə bir əmin-amanlıq istəmirlər. Yəni o ərazi idarə eləmək lazımdır və bu da bir məşhur ifadədir ki, parçala hökm sür. Azərbaycanı erməni üstə, erməni Azərbaycan üstə, Gürcünü və bunları bir-birinə qatmalısan ki, burada sənə ehtiyac olsun. Bir gün dırnaq arasında sülh məramlı kimi gələsən, bir gün hansısa bir tərəfə hansısa yardımlar eləməklə digər tərəfdən üstün vəziyyətə gətirmək imkanların olsun. Əlində belə bir kart var da. Azərbaycan 44 gün ərzində o kartı bütün imperialist güclərin əlindən aldı və dedi ki, burada artıq bu kartlar keçərli deyil. Əslində NATO məsələsi də burada ön plana çıxır. Mən düşünürəm ki, adamlar hələ də qəbul eləmək istəmir ki, yəni yeni sistemə keçmək lazımdır. NATO məsələsinə gəldikdə, deməli,
iddia eləyirlər ki, yəni bunun sətiraltı mənaları var da, yəni ki, Azərbaycan və Ermənistan NATO-ya gedə bilər. Hə, ehtimal. Və ehtimalı var. Sizin o lap əvvəl dediyiniz kimi burada bir hədə Bir məsələ var. sezilir ki, yəni birdən var, gedərsiniz, baxın görün Ukraynanın aqibəti nə oldu. Yəni biz birincisi hansısa bir hərbi siyasi bloka qoşulmaq üçün birinci növbədə başa düşməlisən ki, o sənə nə verəcək. Bu sənə lazımdırmı? Bu sənin birinci təhlükəsizlik məsələndir. Azərbaycan belə bir addım atdığı zaman, istənilən bir addım atanda təhlükəsizliklə bağlı, digər məsələlərlə bağlı hər zaman həm dost və qardaş ölkələrin, həm qonşuların maraqlarını da nəzərə alır. Amma burada əsas nəzərə alınan məsələ Azərbaycan millətinin, Azərbaycan dövlətinin milli maraqları. Yəni bu maraqları heç bir dövlətin maraqlarından aşağıda deyil. Bizim milli maraqlarımız həmişə ön plandadır. Gəlin baxaq görək NATO Azərbaycana bu gün nə dərəcədə lazımdır. Azərbaycan NATO ilə müxtəlif proqramlarda iştirak edir. Onların təlimlərində, seminarlarında iştirak edir. Bu hərbçilər üçün vacibdir. Çünki o yeni döyüş metodlarını öyrənmək lazımdır. Yeni silahların istifadə qaydaları. Bu idarəçilik forması, komanda qərargah təlimləri, bunları bilmək lazımdır. Amma Azərbaycan bunu axı eləyir onsuz da. NATO'nun ikinci gücü olan Türkiyə ilə biz hərbi siyasi ittifaqımız var. Pakistanla orada, Pakistanla digər tərəfdən nüvə ölkəsi. Bu gün dünyada o böyük alyanslar, hərbi alyanslar artıq öz belə deyək gücünü itirir. Yeni dünya nizamında NATO'nun gəlin öz vəziyyətinə baxaq. Türkiyədən asılı. Türkiyədən asılı qoyulan bir kənara öz daxilində müxtəlif problemlər var. Amerika deyir ki, Ukrayna məsələsi mənim məsələm deyil, bu Avropanın təhlükəsizlik məsələsi. Halbuki orada 5-ci maddə deyilən bir maddə var ki, o birinə hücum varsa digəri hamısına hücum sayılır. Yəni deyək ki, bir kiçik NATO ölkəsində Yunanına deyək ki, hansısa hücum varsa, bütün NATO Türkiyədə hücum sayılır bu. Yəni təsəvvür edin, bir-birindən yola getməyən, belə deyək, uzun müddətli fikir ayrılıqları olan ölkələr birinə hücum varsa, digərinə də hücum sayılır. Amma bu gün Amerika deyir ki, bu sənin problemidir, mənim problemim deyil. Avropanın içərisindəki ölkə bəziləri deyir, biz Rusiya ilə müharibəyə hazır olmalıyıq. Digərləri deyir, bu bizim müharibə deyil, mən niyə Rusiya ilə müharibə eləməliyəm? Yəni bunlar hələ daxildə elə ciddi problemlər meydana çıxıb ki, pul ayırmaq istəmirlər müdafiə xərclərinə. Amma Azərbaycan NATO'nun ikinci hərbi gücü ilə, Türkiyə ilə Şuşa bəyannaməsini imzalayıb, müttəfiqlik. 100 illik. Bəli, bu müqavilə bizə imkan verir ki, həm öz təhlükəsizliyimizi təmin edək. Həm də Türkiyə ordusunun o NATO standartlarında ən yüksək səviyyəsi var. Türkiyə ordusunun standartlarını ölkəmizə tətbiq eləyək. Digər tərəfdən bu gün dünyada o müasir silahlar deyək də, elektronik hərb silahları, dronlar, Türkiyə bu sayədə dünyada lider ölkələrdəndir. Və biz onları əldə etmə imkanımız da var. Digər tərəfdən Pakistanın bu yaxın zamanda Hindistanla da müharibəsində gördük ki, o qısa müddətli müharibə deyək. Gördük ki, Pakistan ordusu necə müasir səviyyədə qurulub, necə müasir silahların təchiz olunub, hətta onlara qərbdən verilən silahlar Hindistana belə Pakistan qarşısına tab gətirə bilmədi. 5 təyyarəsini saldılar, Rafaellər var idi onun içərisində. Bu özü göstərir ki, Azərbaycan necə strateji düzgün addımlar atıb. Bəli, İsrail var burada. Başqa bir o başqa bir səviyyədə. Azərbaycan bu addımları onsuz da atır. Bizim NATO ola bilərmi? Ola bilər, amma bu gün Rusiyanı təhdid edə biləcəyi məsələ deyil. Azərbaycan onsuz da öz təhlükəsini təmin edib və təhlükəsinin təmin olunubsa bunu başqa bir məcralarda axtarmaq artıq belə deyək məntiqsizdir. Məntiqsizdir. Qərbin məqsədi deyir sabitliyi pozmaqdır. Və Rusiyanın məqsədi nədir? Bu da çox maraqlıdır. Yenə də o ilk fikrə gəlirəm ki, yəni imperializm hər ikisinin məqsədi eynidir. Yəni bu ərazidə haqq sahibi olmaq istəyirlər. Yəni Fransanın da çabalarını gördük burada. Ermənistana silah verdilər filan. Yəni də parçalamaq, biri Ermənistanı çəkmək istəyəcək, o birisi digərini çəkmək. Amma Azərbaycan müharibəni necə ki, baxın, Ermənistan hansı hərbi ittifaqın üzvü idi? KTMT-nin. Kollektiv təhlükəsizlik Rusiyanın lideri elədiyi bir sistemin üzvü idi. Azərbaycan Qarabağ müharibəsində 44 gün ərzində Ermənistanla müharibə aparanda KTMT-nin köməyinə gələ bilmədi. Burada əsas məsələ nə idi? Azərbaycan haqlı idi. Azərbaycan beynəlxalq hüquqla
öz müharibəsini elə səviyyədə aparırdı ki, orada bir bəhanə vermirdi ki, Azərbaycana qarşı burada hansısa bir kollektiv təhlükəsizlik gəlsin, Azərbaycana qarşı hansısa bir hərəkətlər eləsin. Burada əsas məsələ Azərbaycanın ədalətli mövqeyi idi və tutaq ki, Ermənistan NATO üzvü olsaydı belə, yenə də müdaxilə imkanı olmayacaqdı. Azərbaycan bütün məsələlərdə öz işini elə qurdu ki, və burada kənar müdaxilə imkan olmadı. Və müharibə bitəndən sonra həmin o dediyimiz imperialist güclər regiona daxil olmasın deyə Azərbaycan 3+3 formatını irəli sürdü. 3+3. Yəni dedi ki, biz 3 Qafqaz ölkəsiyik, Ermənistan, Azərbaycan, Gürcüstan və bu Qafqaz ölkəsinə 3 qonşu var. Rusiya, Türkiyə, İran. Biz 3+3 formatı ilə öz problemlərimizi həll edək. Digər bura hərə bir tərəfdən gəlib burnunu soxmağa imkan vermir. Bu Azərbaycan prezidentinin təklifi idi və bu təklifi hər tərəf bəyəndi. İndi müəyyən qədər Gürcüstanla Rusiyanın problemləri var deyə Gürcüstan o məsələdə iştirak eləmək istəmədi. Bəli, amma bu məsələ bizim yanaşma idi ki, biz həmin imperialist gücləri bura buraxmayacaq. Rusiya niyə var? Rusiya qonşudur. Sadəcə bizim problemimizi həll elə deyə ora dəvət edirəm. Bu Azərbaycan Ermənistan problemini həll etmək üçün bir təşkilat deyil. Əməkdaş təşkilat, daha doğrusu bir platforma deyil. Biz burada əməkdaşlıq nəzərdə tutulub. Əgər biz 6 ölkə burada əməkdaşlığımızı düzgün qura bilsək, o zaman bura heç kim müdaxilə edə bilməyəcək. O zaman bizim işlərimizə heç kim müdaxilə edə bilməyəcək. Qonşularımız bilir, biz bilirik. Sizin sözünüz olmasın, nə qərb bura gəlib o problem yaradıb parçalayıb hökm sürə biləcək, nə də şərqdəki hansısa bir güc gəlib bura parçalı hökm sür siyasəti irəli sürə bilməyəcək. Biz öz işlərimizi bir yerdə həll edəcəyik. İndi bəzi çıxışlarında da görürsünüz ki, elə bir atmacalarda atırdılar ki, güya Qarabağ problemini qərb yaratmışdı. Əslində Qarabağ problemini SSR dövründə yaranmış problem idi. Yəni bunların belə də KGB-nin yaratdığı bir sistemdir. Yəni bunlar elə bir sistem qurmuşlar ki, SSR dövründə həm iqtisadi cəhətdən, həm hərbi cəhətdən, həm coğrafi cəhətdən bir-birinə elə toxumuşdular ki, bu 15 ölkəni. Bunlar bir-birindən ayrıla bilməsinlər. Bir məhsulun istehsalı üçün, misal üçün deyirəm də, tutaq ki, avtomobil istehsal olunacaqsa, bunun təkəri bir ölkədədir, nə bilim, hansısa bir digər şüşələri bir yerdə düzəlir, nə bilim, dəmir hissəsi bir yerdə. Yəni bunları gətirib harda bir yerdə yığılırdı. Yəni bu məqsədlə hərəkət edən SSR gələcəkdə parçalanma riskləri olarsa, onların qarşısını necə alarıq fikirləri də var idi. Yəni Azərbaycanla Ermənistan bir-birinə düşmən eləyər. Bax görürsən, mən sənin arxandan çəksəm, o səni məhv eləyər filan. Amma elə oldu ki, bu tərsinə proses oldu. SSR-in dağılmasının ən böyük səbəblərindən biri bu münaqişə oldu. Ona görə də o qərbi günahlandırır ki, və görürsünüz, qərb yaratdı, bizi parçaladı. Özündə günah görməyəcək. Demirəm, burada bəlkə qərb də hansısa, belə deyək, orada bir qanayan yara var və o da ora bir barmaq eləyə bilər. Amma məsələnin kökündə qərb yox, elə ən doğrusunu elə Azərbaycan elə müstəqil siyasət aparır. Yəni mən düşünürəm ki, elə bu müstəqil siyasət aparmaq da bəzi dairələri qıcıqlandırır. Çünki öyrəşməyiblər güclü Azərbaycan görməyə, istəmirlər güclü Azərbaycan görsün, amma Azərbaycan güclüdür. Yəni, Təməli Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan indi cənab prezident tərəfindən də maksimum dərəcədə, yəni dünya liderləri səviyyəsində tanınan və qəbul olunan bir ölkəyə çevrilir. Baxın, tamamilə razıyam. Yəni bu siyasət elə qurulur ki, bunu bir neçə dəfə səsləndirmişəm bu fikri. Azərbaycan heç vaxt taktiki gedişlər eləmir, strateji gedişlər edir. 30 il əvvəl atılan addım bu gün öz nəticəsini verir. Yəni bu uzaq görən o siyasət deyil. Yəni bu 50 illiyə hesablanmış. Rusiya da bu gün o siyasətdən artıq narahatdır ki, mən necə görməmişəm də bu addımları 30 il əvvəl. Yəni baxın, çox böyük ölkədir, biz onu dana bilmərik, ənənələri olan ölkədir və gücü olan ölkədir və bunu vaxtında görə bilməyib, sezə bilməyib və Azərbaycan bu gün bu addımları atır. Digər tərəfdən Rusiyanın indi hazırda bu açıqlamaları verməsinə bir səbəb də var ki, Ukrayna müharibəsindən sonra artıq həm nüfuzunu itirib, həm gücünü itirir. Orada qan itirir Rusiya. Yəni belə məcazi mənada qan itirir. Bütün elə bir gücünü ora sərf eləyir və
onun özünün hesab elədiyi o postsovet ölkələri artıq bunun nəzarətindən çıxır. Bu açıq əvvəlki dövr olsaydı, Ukrayna müharibəsindən əvvəl bir 7-8 il əvvəl, 10 il əvvəl olsaydı, belə bir bugünkü qədər müstəqil siyasət mümkün deyildi Rusiya ətrafındakı ölkələrin. O dövrdə hətta qorxudan da o tərəfə keçə biləcək siyasət yürüdərdi Rusiya, amma bu gün artıq o gücü yoxdur. Sadəcə belə yumşaq formada xəbərdarlıq eləyir ki, baxın da, yəni mən bilirsiniz də həmən Rusiyayam. Həmin Rusiyayam, yadınızda. Həmən Rusiyayam, birdən nəsə eləsəz nəzərə alın da. Azərbaycan həmin Azərbaycan deyil, amma Azərbaycan özü də dövlətçilik ənənələri olan Azərbaycandır. Hansı vaxtda sakit durmaq, vaxtını gözləmək lazım olduğunu bilir və bu Azərbaycan genində var. 100%. Yəni belə tarixən qurduğumuz dövlətlərdən, hətta imperiyalardan, o bayaq dediyimiz imperiya dövlətlərindən biri də biz olmuşuq vaxtilə. Yəni o imperiyalardan bəri bizim genetik kodlarımıza işləyib ki, dövlət necə idarə olunur, dövlət hansı məqamda hansı addımlar atmalıdır. Bu gün biz həmin o genetik kodların nəticələrini də görürük. Çox təşəkkür edirəm Araz bu dəyərli Mən fikirlərə təşəkkür görə edirəm. minnətdaram. Gündəm Qarabağ verilişi bununla da yekunlaşır. Bu gün qonağım siyasətçi Araz xan idi. Siz isə bizi izləməkdə, eləcə də dinləməkdə davam edin. Sağ olun, salamat qalın.